Əziz izləyicilər, bugün sizlə 16 mart tarixində DİM-in keçirdiyi kimyadan bəzi sualların izahına baxacağıq. Əvvəlcə 31-ci sualın izahına baxaq. Deyir ki, hansı mərhələlərdə X qələvi deyil? Bir çox abituriyentlər reaksiyaları əzbərləyirlər. Amma reaksiyaları əzbərləmək yox, onların mahiyyətini, qaydasını başa düşmək lazımdır. Əgər elə olduğu təqdirdə siz belə tipli sualları rahatlıqla yaza bilərsiniz. Məsələn, baxırıq ki, amoniakdan amonium hidroksid əmələ gəlibdir. Necə baş verə bilər bu reaksiya? Məntiqdən fikirləşək. Məsələn, su gəldikdə, məsələn, suyu da HOH şəklində yazsaq, HNH3 birləşəcək, olacaq NH4, OH da onun yanına. Bəli, su ola bilər. Bəs qələvi ola bilərmi? Məsələn, qələvi dedikdə biz bilirik ki, qələvi və qələvi torpaq metallarının hidroksidləri qələvlər adlanılır. Məsələn, mən buraya natrium hidroksid götürdükdə bu reaksiya baş verərmi? Bilirik ki, amoniak əsası xassə göstərir. Əsası xassə göstərdiyinə görə, əsası xassə göstərən maddə də əsasla daha çox da qələvi ilə reaksiya girməsi biraz çətin məsələdir. Deməli, buradakı X qələvi deyil. Bu birinci olacaqdır. Bəli. İndi baxaq ikinciyə. Amonium hidroksiddən baxırıq ki, amonium nitrat əmələ gəlibdir. Yenə fikir verək ki, burada məsələn ilk növbədə əsas götürsək və yaxud da yəni qələvi götürsək, bu reaksiya gedərmi? Məsələn, bu dəfə kalium hidroksid götürək. Görürsünüz, hər ikisi OH-dır. Aha, bu reaksiyada baxırıq ki, getməsi çətindir. Əsas olduğuna görə. Əsasdan əsas o zaman reaksiya daxil olur ki, gərək əsaslardan biri amfoter xassəli olsun ki, amfoter xassəli əsas qələvinə, bəli, reaksiya daxil ola bilsin. Burada o yoxdur. Deməli, ikinci də qələvi deyil. Aha. Üçüncüyə baxaq. Üçüncüdə baxıram ki, amonium nitratdan amoniak əmələ gəlibdir. Amoniakın alınma reaksiyaları deməli, bir çox abituriyentin çətinlik çəkdiyi reaksiyadır. Aha, bunu əzbərləmədən belə yadınızı saxlayaq. Amoniakın alınması üçün biz yadını saxlayın. Duz plus əsas reaksiyasından istifadə edirik. Əlbəttə ki, digər reaksiyalar da var. Mən əsas olanı deyirəm. Aha, bu reaksiya necə baş verir? Deməli, bu zaman burada yadınızı saxlayın. Əlbəttə ki, qızdırıldıqda gedir. Amonium hidroksid maddəsi əmələ gəlməlidir ki, həmin bu amonium hidroksid də qızdırılma şəraitindən getdiyinə görə reaksiya buradan amoniak və su maddəsi əmələ gəlməlidir. Aha, bu qaydanı yadınızı saxlayın, ondan sonra gedə bilərsiniz. Bir də o qaydanı yadınızı saxlayın ki, duzdan əsasın bilirsiniz ki, axıra qədər getmə şərti var. Sol tərəfdə çöküntü olmamalıdır, sağ tərəfdə isə qaz, su, çöküntü bu maddələrdən biri olmalıdır. Biz elə bir maddə götürməliyik ki, solda çöküntü olmamalıdır. Sağda isə gördüyünüz kimi onsuz da temperatur iştirak etdiyinə görə amoniak və su əmələ gəlməlidir. Yəni əsas belə deyim ki, maddə olaraq amonium hidroksid əmələ gəlməlidir ki, o sonra parçalansın. Deməli, mən burada bir amoniaklı birləşmə götürməliyəm, bir də OH-lı birləşmə. Onun üçün də elə duz və əsas reaksiyası. Məsələn, elə amonium nitratı götürək. Bunun üzərinə mən OH-lı birləşmə gəlməliyəm. Amma elə bir OH-lı birləşmə gəlməliyəm ki, həmin OH-lı birləşmə də çöküntü olmamalıdır. Məsələn, mən burada mis-2 hidroksid götürə bilmərəm. Bu reaksiya getməz. Ona görə qələvi götürməliyəm. Məsələn, kalium hidroksid. Bu reaksiya getdikdə əslində əmələ gələr kalium nitrat və amonium hidroksid. Və dediyim kimi, bu da temperatur iştirakında gedir zaten. Bu da sonra parçalanır. Buradan əmələ gəlir kalium nitrat, amoniak və su maddəsi. Amoniakın alınma reaksiyası. Bu cür əzbərləmədən yadınızı saxlaya bilərsiniz. Sonra keçək digər, məsələn, maraqlı reaksiyalara. İndi isə keçək digər maraqlı sualların izahına. Aha, gəlin belə bir sualın izahına baxaq. Deməli, deyir, hansı reaksiyalarda orta fosfat turşusanlar? Baxırıq ki, P2O5-də suyun reaksiya daxil olur. Biz bilirik ki, P2O5 turşu oksididir və turşu oksidi də suyun reaksiya daxil olur və həmin qeyri-metallın oksidaşmə dərəcəsinə uyğun turşu əmələ gəlir. Amma bəzi turşu oksidlər istisnadır ki, bunlar oksidaşmə dərəcəsinə uyğun turşuları versə də, amma müxtəlif cür reaksiyaları var. Məhz bunlardan biri də P2O5-dir. P2O5-in suyla 3 cür reaksiyası var. Deməli, birincisi 0 dərəcə, ikincisi 20 dərəcə, üçüncüsü isə 100 dərəcə. Amma yadınızı saxlayın, hər 3 turşu da əmələ gəldikdə mütləq həmin turşuların oksidaşmə dərəcəsində fosforun oksidaşmə dərəcəsi müsbət 5 olmalıdır. Yadınızı saxlayın, 0 dərəcədə getdikdə HPO3 əmələ gələcəkdir. Buradan baxın, görürsünüzmü?
oksigenləşmə dərəcəsini tapdıqda müsbət 5 edir. 20 dərəcədə olduqda pirofosfor H4PgO7. Bunun da oksigenləşmə dərəcəsi müsbət 7-dir. 100 dərəcədə olduqda isə orta fosfat turşusu əmələ gəlir. Burada da 100 dərəcə verdiyinə görə orta fosfat əmələ gələcəkdir. 0 dərəcədə isə dedik ki, metafosfat əmələ gələcəkdir. Deməli, ikinci deyil. Üçüncüyə baxaq. Deməli, fosfor, nitrat turşusu və suyun reaksiyasıdır. Deməli, bilirik ki, fosfor həm qatı nitratdan, nitratın qatısından, həm də duru nitrat turşusuna reaksiya daxil olur. Bəs indi burada hər ikisində onsuz da orta fosfat turşusu əmələ gəlir. Fərqli olan odur ki, qatıda bir NO2 maddəsi əmələ gəlir. Duruda isə NO maddəsi əmələ gəlir. Bəs indi biz hardan bilək ki, düzdür, burada yəni ki, onsuz da orta fosfat əmələ gələcəkdir. Amma hardan bilək ki, bu durusudurmu, yoxsa qatısıdırmı? Yadınızı saxlayın. Belə mən yadda saxladıram ki, şagirdlərə. Bu duru nitrat turşusu olduğu üçün elə bir sanki durunun axı suyu çox olur. Su özündə olduğu üçün əlavə bir su maddəsi əmələ gəlməyəcəkdir. Deməli, su maddəsi qatı nitratda əmələ gələcək. Yəni orta fosfat, NO2 və su maddəsi. Əgər su maddəsi duruda əmələ gəlmirsə, deməli duruda artıq reaksiya daxil olan olur. Deməli, buradakı duru nitrat turşusuda H3PO4 əmələ gələcək sadəcə NO maddəsi. Qatı olsaydı çünki əlavə də bir su əmələ gələrdi. Yəni hər iki tərəfdə də su olmazdı. Aha, bunu da bildik, 3 də olacaqdır. Bəs 4-ə baxaq. 4 ümumiyyətcə reaksiya daxil olmayacaqdır. Çünki biz bilirik ki, karbonat turşusu zəif turşulardandır. Yəni, həmçinin orta fosfatdan da zəif turşudur. Orta fosfatdan da zəif olduğuna görə bu karbonat turşusu kalium orta fosfatdakı orta fosfat turşusunu sıxışdırıb çıxarda bilməz. Bu reaksiya getməz. Cavab olacaq onda 1 və 3 maddəsi. Aha, sonra belə bir tipli məsələnin izahına baxaq. Deməli, deyir, natrium nitratın termiki parçalanma reaksiyasında maddələrin kütlələrinin zamandan asılılığıdır. Hər şey diqqətli olun. Kütlənin zamandan asılılığıdırmı, molun zamandan asılılığıdırmı? Çünki, məsələn, kütlənin zamandan asılılığı olar, siz molun zamandan asılı götürərsiniz. Məsələ səhv gedər. Natrium nitratı parçalayaq. Bilirsiniz ki, aktiv metalların deməli nitrat turşusunun duzları parçalandıqda nitritlər və oksigen əmələ gəlir. Əlbəttə ki, litium nitrat istisnadır. Natrium nitrit və oksigen, bunu əmsallaşdırdıq. Bura bir 2 yazsaq, burada bir 2 yazsaq, əmsallar tamamlanır. Bəli. İndi buraya da yazaq, BST mənim ən gözəl üsulum. Yəni, başlanğıc miqdar, sərf olunan miqdar və T isə artıq qalan miqdar və əmələ gələn məhsulların miqdarı deməkdir. Burada baxırıq ki, biz bilirik ki, yuxarıya qalxan qrafiklər həmişə məhsulları bildirir, aşağı enən qrafiklər isə başlanğıc maddələri bildirir. Deməli, başlanğıc maddə bir dənə natrium nitratdır deyə, deməli, M natrium nitratın başlanğıc kütləsidir. Mol yox, kütlə. Və bu gəlib harada dayanıb? Baxıram ki, N-də. Deməli, N tarazlıq hissəsidir. Yəni, hər ehtimala qarşı yazıram. M çıxaq N qədər sərf olunma baş veribdir. Baxıram ki, 2 dənə əmələ gələn məhsul var. Həqiqətən də elədir. Bəs hansı natrium nitritdir, hansı oksigen? Bunu ən rahat tapmaq üçün bilirik ki, normalda 2 mol natrium nitrat parçalandıqda 2 mol natrium nitrit və 1 mol oksigen. Elə baxan ki, bilirik ki, normalda da kütləsi ən çox olan natrium nitritdir. Çünki 2 mol natrium nitritin kütləsi əlbəttə ki, oksigendən çox olacaqdır. Deməli, daha yuxarı qalxan hissə natrium nitrit olacaqdır. O da N plus 5,3 qram əmələ gəlir. N qramda oksigen. Aha, bəs bunu biz hansı yoldan gedək? Ən rahat yol çalışın azalma yolundan gedin. Məsələn, mən buradan baxan kimi görürəm ki, bu N-dir. Bu N plus 5,3 qramdır. Deməli, aralarındakı fərq 5,3 qramdır. Deməli, mən o aralarındakı fərqə görə gedə bilərəm. Deməli, onda necə eləyəcəksiniz? Ən yaxşısı hələ ki, mola görə gedim. Məsələn, natrium nitritin molunu tapım, alınma molunu. Sonra kütləyə çevirmək asandır. Mən baxıram ki, 2 mol natrium nitrit alındıqda, görək ki, normalda bunlar arasındakı kütlə fərqi nə qədər? Aha, baxırıq ki, 106 qramdır aralarındakı fərq. Axı, mən müəllif bizə mənə verdiyi fərq 5,3 qramdır. Görək, bu zaman neçə mol natrium nitrit əmələ gələr? Aha, baxırıq ki, deməli 0,1 mol natrium nitrit əmələ gələr. Aha, bunu silək. Və molu hər ehtimal qarşı yuxarısında yazıram, amma bilmin ki, sərf olunana yazıram. Yəni, sadəcə N plus 5,3-ün yuxarısında. Baxaq görək, 0,1 mol natrium nitrit neçə qram deməkdir?
Aha, baxıram ki 6,9 qramdır. Heç buradan oksigenin kütləsini tapmağa ehtiyac yoxdur. Bilirik ki, belə də tapa bilərik mola görə də. Yəni 0,1 mol əgər natrium nitrit əmələ gəlibsə, oksigen ona görə deməli 0,1-in yarısı qədər, yəni 0,5 mol oksigen əmələ gəlməlidir. Onun da kütləsi bilirik ki, 1,6 qramdır. Bu üsuldan da gedə bilərsiniz. Və yaxud da 6,9 bilirik ki, n+5,3-dürsə, n də yenə 1,6-dır. Bizə nəyə soruşur? M-i hesablayın deyir. Yəni, deməli, natrium nitratın başlanğıc kütləsini soruşur. M bildi ki 1,6-dır. Həmçinin burada da M 1,6 idi. Aha, burada natrium nitratı da tapa bilərsiniz. Yenə bilirik ki, bu da 0,1 mol sərf olunubdur. Bu qaydanla yenə kütləsini tapa bilərsiniz. Və yaxud da ikinci bir qaydamız nədir? Biz bilirik ki, maddələrin saxlanma qanununda deyir ki, sərf olunan maddənin kütləsi cəmi alınan maddələrin kütlələri cəminə bərabər olmalıdır. Yəni, natrium nitratın sərf olunma kütləsi 6,9-dan 1,6-nın cəminə bərabərdir. Yəni 8,5 qrama bərabərdir. Deməli 8,5 qram sərf olunma kütləsidir, 1,6 artıq qalma kütləsidir. Başlanğıc kütlə isə olacaqdır 10,1 qrama. Aha, bu cür rahatlıqla tapa bilərsiniz. Ən rahat yol belə tipli məsələlərdə çalışın, əgər azalma varsa azalmaya görə gedin. Aha, belə tipli suala da baxaq. Belə tipli suallar adətən tez-tez düşür və çox rahat suallardır. Ancaq abituriyentlər nədə çaşırlar? Məsələn, düsturumuz SN H2 -6-dır. Burada da M-1-dir. Gətirib buna bərabərləşdirəndə bəzən biraz çaşqınlıq yaradır. Amma mən həmişə deyirəm ki, əgər məsələn, burada müəllif n-1 və yaxud da n-lə nəyisə işarə edirsə, siz düsturu n yox, x-dan işarə edin. Yəni, cx h2x -6-dır. Bəli, buna görə gedin artıq. X-ə görə gedin, sonra n-ə bərabərləşdirin, ondan sonrası daha rahatdır. Deyir, molekulundakı karbon-karbon asid sigma rabitələrinin sayı n-1-dir. Biz də baxırıq, normalda da, düsturumuzda da x-ə görə karbon-karbon asiddəki sigma rabitə sayı qapalı olduğuna görə elə karbon atom sayına bərabərdir. Yəni, x-ə bərabərdir. Yəni, x elə n-1-ə bərabərdir. X-in yerinə n-1-i qoyacaq. Olacaqdır. 2 vuraq n-1 çıxaq 6-ya. Aha, o da cn-1 2, 6 olacaq 8. Ümumi atomların sayını soruşur, olacaq 3n -9. D variantı. Yəni, bu cür asanlıqla yaza bilərsiniz. Əgər n ilə veribsə, çalışın düsturda x-la gedin. Ən rahat yolu budur. Aha, belə 47-ci sualın izahına baxaq. Bu da maraqlı sualdır, həmçinin rahat sualdır. Deyir, reaksiyada neçə kilojol istir yayılır? Baxın, bir qayda deyim. Yadınızı saxlayın. İndi burada verdiyi 500 kilojol Q bərabərdir 500 kilojol. Yəni, istilik effektidir. Yəni, siz ki, reaksiyanı yazırsınız və istilik effektini həmişə çox düzgün əmsallaşdırmaq lazımdır. Yəni, natamam əmsallaşdırmadan istifadə eləməyin. Onda məsələn, səhv alına bilər. Tam əmsaldan istifadə etdikdə, həmişə reaksiyada sağ tərəfdə yazılan artıq mütləq istilik effekti olur. Yəni 1 mola görə və yaxud da 4 mol suyun əmələ gəlməsinə görə 500 istilik effektidir. Amma əgər siz müəyyən bir mola görə hesablayırsınızsa artıq, oradakı aldığınız Q o istilik effekti olmayacaq. Sadəcə həmin mola qədər ayrılan və yaxud da ki, udulan bir istilik miqdarı olacaqdır. Yəni, həmişə onda diqqətli olun. Buradakı 500 bəli istilik effektidir. Yenə baxıram ki, kütləsi bununki A plus 20-dir. Xrom ki, o işte A-dır. Yenə də görsünüz bəyəqi məsələlə oxşuyur. Yenə də arasında bir 20 qram fərq var. Deməli, mən yenə arasındakı fərqə görə gedə bilərəm. Yenə baxıram ki, normalda 1 mol amonium dixromat sərf olunduqda, çünki niyə sərf olundu deyirəm? Yəni, başlanğıc miqdar demirəm. Çünki normalda 1 mol sərf olunur. Buradakı 1 mol sərf olunma molu deməkdir. 1 mol sərf olunduqda bunlar arasındakı kütlə fərqi 100 qrama bərabərdir. Bəs 20 qram fərq olduqda neçə qram amonium dixromat sərf olunar? O da 20 100-ə böldükdə x də bərabərdir 0,2 mol sərf olunar. Deyir, reaksiyada neçə kilojol istir yayılır? Biz baxırıq ki, 1 mol sərf olunduqda 500 kilojol istir yayılır, yəni istilik effektidir. Bəs 0,2 mol sərf olunduqda nə qədər istir yayılır? 500 vururuq 0,2, yəni 100 qrama bərabərdir. Daha doğrusu 100 kilojola bərabərdir, üzr sayın. Aha, yəni bu cür yenə rahatlıqla gedə bilərsiniz.
Aha, bir də bu sualın da izahına baxaq. Çox maraqlı sualdır. Mən həmişə şagirdlərimə topludakı olan heç bir məsələni əzbərlətmirəm. Əsas da maddə miqdarında olan məsələləri. Əsas qaydaları deyirəm. Qaydaları şagirdlər bildikdən sonra məsələləri artıq hər hansı bir məsələ olsa belə rahatlıqla yaza bilərlər. Əsas qaydanı bilməkdir. İndi burada deyir ki, 1 mol metan və 3 mol oksigenin qarşılıq təsiri zamanı maddələrdən biri tam sərf olunur, deməli biri artıq qalır. Reaksiyadan sonra alınmış qaz qarışığı üçün diqqətli olaq. Normal şəraitdə nə doğru deyil? Əvvəlcə metanla deməli, oksigenin reaksiyasını aparaq. Burada bilirsiniz ki, üzvü birləşmələr yandıqda CO2 və su maddəsi əmələ gəlir. Bura bir 2 mol yazsaq, 2, 2, 4, burada bir 2 düşür. Yenə BST-ni yazırıq. Baxırıq ki, deməli 1 mol metan deyir. Bu əlbəttə ki, başlanğıc miqdarları yazmalıyıq. 3 mol da oksigen deyir. Biz indi bilməliyik ki, bunlardan hansı axıra qədər sərf olunur? Bunun hansının axıra qədər sərf olunduğunu bilmək istəyiriksə, müəllifin verdiyi molları reaksiyadakı mollara bölürük. Qıraqda 1 bölək 1, 3 bölək, deməli 2. Görürük ki, ən kiçik nisbət elə metanın nisbətidir. Hansı kiçik nisbət düşürsə, bilin ki, həmin maddə axıra qədər sərf olunacaqdır. Deməli, 1 mol metan elə 1 mol da sərf olunub 0 olacaqdır. Həmin 1 mola görə də oksigen 2 mol sərf olunar və buradan da 1 mol artıq qalır. Və bu, istənilən sərf olunlara görə alınanları da tapa bilərik. Həmin yenə bu 1 mola görə hesablasaq, 1 mol CO2 əmələ gələr, 2 mol da su əmələ gələr. Bizdən reaksiyadan sonra qaz qarışığını soruşur. Baxın, bəzi abituriyentlər burada suyu da götürür. Su burada artıq maya qırğat halındadır. Deməli, su bizə lazım olmayacaq. Biz 1 mol oksigen artıq qalmasına baxmalıyıq. 1 mol oksigen artıq qalması, 1 mol da CO2-nin əmələ gəlməsi. Deyir ki, hidrogenə görə sıxlığı 15-dir. Əlbəttə ki, əgər 1 mol oksigen artıq qalıb, 1 mol da CO2 əmələ gəlibsə, artıq bunlar qaz qarışığı əmələ gətirir və biz bunun M ortasını tapmalıyıq. M ortanı da düstur bilirdik ki, N1 M1 üstə gəlsin N2 M2 bölünsün N1 üstə gəlsin N2-dir. Yəni 1 vuraq 32 üzərinə gəlinsin 1 vuraq 44 bölünsün 2 mola. Görək M orta neçə bərabər? M orta 38 edir. Deməli, M orta 38 isə hidrogenə görə də sıxlıq 38 bölək 2 olmalıdır. Yəni 19. Deməli, birinci doğru deyil. Bunu götürə bilərik. Sonra deyir ki, CH4-ün mol payı 30%-dir. Xeyr, burada artıq metan axıra qədər sərf olunduğu üçün burada mol payından söhbət gedə bilməz. Nə zaman söhbət gedə bilərdi? Reaksiya getməmişdən qabaq söhbət gedə bilərdi. Amma reaksiyadan sonra deyildi artıq. Burada metanı götürməyəcək. CO2-nin mol payı 50%-dir. 1 mol oksigen qalmışdır. 1 mol da CO2 əmələ gəlmişdi. 1 bölək CO2-nin molu bölünsün cəmi 2 mol vuraq 100%. Bəli, 50%. Deməli, 3 doğru olacaqdır, amma 2 də doğru deyil, 2 də götürməliyik. Sonra deyir, havadan ağırdır. Baxırıq ki, M orta 38 idi. Havanın da M ortası 29-dur. Ondan çox olduğuna görə, bəli, havadan ağırdır. Deməli, 4 də doğrudur, bunu da götürməyəcəyik. Sonra deyir, oksigenin mol payı 75-dir. Bu da səhvdir, çünki 1 mol oksigeni ilə 2-yə bölsək, yenə 50% edir. 1, 2, 5 maddələrini götürəcəyik. Sonra gəlin 55-ci sualın izahına baxaq. Bir çox abituriyentlərin yaralı yeri olan tarazlıq məsələsi. Amma bunu da əzbərləməyə ehtiyac yoxdur. Yenə rahat yoldan istifadə edəcəyik. Deməli, reaksiyanı yenidən yazaq. X2, Y özü toplu sualdır. 2x2 və y2 yazırıq yenə BST. Tarazlıq məsələlərində də BST çox istifadə olunur. Deyir ki, parçalanan x2 Y-in ilkin mol miqdarı. Yəni bunu başlanğıca yazırıq 6 mol. Həmçinin deyir ki, tarazlıq anında, yəni T anındakı qaz qarışığının mol miqdarı da 8-dir. Biz bilirik ki, yəni burada nə qədər sərf olunma, nə qədər əmələ gəlmə verməyibdir ki, digərinə görə məsələn sərf olunmalı bilirsə, digərinin əmələ gəlməsini tapaq. Bu zaman əgər belədirsə, sadəcə cəmi veribsə, yadınızda saxlayın, sərf olunma əmsal qədər sərf olunacaq. Əmələ gələn də əmsal qədər alınacaqdır. Yəni normalda 2 mol sərf olunursa, 2A qədər sərf olunacaq. 6 çıxaq 2A qədər qalacaq. Normalda da 2A və A qədər də X və Y əmələ gələcəkdir. Və deyir ki, özü bunların cəmi 8 mola bərabərdir. Yəni 6 çıxaq 2A üstə gəlinsin 3A bərabərdir 8. 6 üstə gəlinsin A bərabərdir 8, A bərabərdir 2. A-nın yerinə 2 qoysaq 4, bura qalacaq 2, bura olacaq 4, bura olacaq 2. Bizdən nəyə soruşur? Reaksiya gedən qabın həcmi 1 litrsə, reaksiyanın tarazlıq sabiti KT bərabərdir. Biz bilirik ki, sağın qatılıqlarını əmsal nəzərə almaqla bölürük, solun qatılıqlarını əmsal nəzərə alınmaqla. Qatılıqlarına mola deyil. Sadəcə burada həcm 1 litr olduğu üçün düsturumuz da S bərabərdir. N bölünsün V qabdır. Qab burada 1 litr olduğu üçün
Elə qatılıq mola bərabər olur. Yəni amma diqqətli olun. Ola bilər ki, həcm 2 litr olardı. Onda artıq düsturda yerinə qoymalıydınız. Aha, yəni burada artıq molu qatılıq kimi götürə bilərik. Deməli, sağı sola 2 vuraq, y-in qatılıq vuraq 4-ün kvadratı, dedik əmsal nəzərə almaqla. Bölək 2-nin kvadratını. O da 2 vuraq 16 bölək 4-ə. Burada 4 qalacaq 8. Deməli, tarazlıq sabiti 8-ə bərabər imiş. Sonra bu 56-ya da baxaq. Çox maraqlı sualdır bu da. Deyir ki, izomeri olmayan alkan havadan ağırdır. Alkanın 1 molunun tam yanmasına sərf olunan oksigenin kütləsini hesablayın. İzomer bilirik ki, alkanlarda izomerlik 4-cü nümayədən başlayır. Yəni C4-dən başlayır. Deməli, C4-ə qədər izomerlik yoxdur. Yəni metan, etan və propanda. Bunlarda izomerlik yoxdur. Həmçinin deyir ki, havadan ağırdır. Deməli, havadan ağırsa o saatca metanı çıxırıq. Burada qalacaq etan və propan. Aha, biz bunun hansını götürə bilərik? Biz bilmirik artıq etandımı, propandımı. Bu zaman nə qaraq? Hər ikisini gəlin yandıraq. Əmələ gələcək normalda 2 mol CO2, 3 mol H2O və 4, 7. Və demişik ki, heç vaxt istilik effekti məsələlərində natamam əmsallaşdırmadan istifadə eləməyə bilmərik. Yəni 3,5 yazmarıq. Deməli, əmsallar 2 dəfə artmalıdır. 4, 6, 7 və 2. Bunu isə yandıranda yenə O2, 3 mol CO2 və 4 mol su 6, 5 yazacağıq. Aha. Və burada belə bir ipucu verir ki, yanma istiliyi də adı, yanmasına sərf olunan, deməli, yanma reaksiyasının istilik effekti də adı. Məsələn, baxırıq ki, burada əgər məsələn istilik effekti adısa, yanma istiliyi artıq A bölək 2 olmalıdır. Burada isə məsələn yenə yanma istiliyini A götürsək, daha doğrusu istilik effektini A götürsək, yanma istiliyi də 1 mola görə elə A olacaqdır. Deməli, biz buradan propanı götürməliyik. Niyə? Propanda baxıram ki, istilik effektinlə elə yanma istiliyinə bir-birinə bərabər olacaqdır. Bizdən də deyir alkanın 1 molunun tam yanmasına sərf olunan oksigenin kütləsi. 1 molunda baxırıq ki, 5 mol oksigen əmələ gəlir. Onun kütləsində 5-i vuracağıq. 32-yə rahatlıqla belə tapa bilərik. Aha, bugünlük bu qədər. Əgər situasiyanın da həllini istəyirsinizsə, ayrıca olaraq zəhmət olmasa yorumlarda qeyd edin. Bu situasiyanın da həllini rahat üsulla izah edin. Əgər videonu bəyəndinizsə, zəhmət olmasa like etməyi və dostlarınızla paylaşmağı unutmayın. Həmçinin abunə olmağı da.